Chevrolet Cruze'dur. Gördüyünüz kimi injektor işığı marqatlayır. Maşında hədsiz dərəcədə pirboy işləyir. İndi bir dənə yoxlayıb problemi sizlə bölüşəcəm, diqqətlə baxın. Pirboyun səbəbi əsasən bu babin aşıbqasından, 4-cü silindrin aşıbqasından olur. Yoxlayıb indi ətraflı sizlə bölüşəcəm. Söndür. 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 Deməli, problemin səbəbi bu gördüyünüz rezindir. Həmin işləyicinin şpilkası qırıldığına görə bu rezin də orada istidə bax belə genişlənir. Latoka falan düşəndə başlayır orada boşluq yaratmağa. Həmin işləyici tam otura bilmir. Ona görə də bu gördüyünüz pirboyun səbəbi bu rezindir. Bu rezini çıxardırsan, işləyicini qəşəng keçirdirsən, ondan sonra da normal vəziyyətdə işləyir. Yəni boş-boşuna babin dəyişmək, əlavə rasxod eləməyə heç bir ehtiyac yoxdur. Problemin səbəbi bu gördüyünüz rezin. Çıxardırsınız, qoyursunuz bir kənara, boşluq falan olmur. Rahat keçir, qalır orada. Şey. Gaz ver bir işten. Şunun da yoxlayırıq. Bir dənə termostat aşıbqası qalıb. Pirboy ilə bağlı bütün xətalar silindi, hər şey qaydasında. Pirboy da yoxdur, hər şey ideal vəziyyətdə.